Bugün Kobiyada, Kobi evində Azmob olaraq birgə bir həm İHOM təşkilatı ilə, həm Kobiya Kopska ilə birlikdə bir təqdimatımız baş tutacaq. Azmob haqqında, fəaliyyəti haqqında məlumat verim. Bildiyiniz kimi 2 ilə yaxındır mebel sektorunda fəaliyyət göstərir. Mebel sektorunda mebel sənayesinin inkişafı istiqamətində böyük işlər görür. Bizim onlarla görüşlərimiz, yerli və beynəlxalq layihələrimiz, yerli və xarici səfərlərimiz baş tutmuşdu. Məqsədimiz mebel sənayesinin inkişafına dəstək olmaq, bu sahədə sahibkarların inkişafı, sahibkarlığın inkişafı, istehsalçıların problemləri və onlarla bağlı məsələləri ortaya qoymaq, mebel sektorunun networking məsələsini, spesifik olaraq networkingini təşkil etmək. Biliniz kimi bu sahədə spesifik olaraq mebel sektorunda fəaliyyət göstərən yeganə təşkilatıq və eyni zamanda mebel sektorunun marketinginin inkişafı ilə bağlı Azmobun iş gördüyü işlərdir. Təqdimatda da gördüyünüz kimi artıq 2 il ərzində bir neçə səfərlərimiz olub. Rusiya, Türkiyə, Polşa kimi ölkələrə bu sahənin mebel sənayesində fəaliyyət göstərən böyük şirkətlərlə, dünya markaları ilə görüşmüşük. Azərbaycanın sahibkarlarını, yerli sahibkarlarını görüşdürmüşük. Eyni zamanda Azərbaycan daxilində də hər ay bizim ziyarət turlarımız sahibkarlarla və mebel sektorundan görüşlərimiz baş tutur. Mən kiçik və orta biznes subyektləri və klubları assosiasiyasının sədriyəm. Biz sahibkarlarla dövlət qurumları arasında olan münasibətləri tənzimləyirik. Sahibkarların xarici bazarlara çıxışını təmin edirik. Sahibkarların yerli bazarda satışlarını, istehsallarının güclənməsinin təşviqi ilə məşğuluq. Assosiasiya artıq bir neçə ildir ki, fəaliyyət göstərir və əsasən bundan da başqa mən Kobiyanın İctimai Şura olaraq İctimai Şuranın üzvüyəm. Ümumiyyətlə, bugün biz sizə yeni bir unikal layihənin təqdimatını etmək istəyirik. Kopska olaraq da, iş adamları olaraq biz sizi hər zaman sizə dəstək olmağa hazırıq, sizinlə görüşlər keçirməyə hazırıq və hər hansı bir probleminiz, hər hansı bir həll olunması məsələniz varsa, xarici bazarlara çıxış sizi maraqlandırırsa, İstərəm ilk öncə videoya baxın, daha sonra təqdimat edin. Olar. Buyurun. İHOM Tikinti və Daşınmaz Əmlak Mərkəzi 40.000 kvadrat metr sahəni əhatə edərək 2 mərtəbədən ibarət olacaq. 1-ci mərtəbədə inşaat materialları və alətləri üzrə A-dan Z-yə bütün çeşidlər təqdim ediləcək. 2-ci mərtəbədə isə məişət texnikası və elektrik avadanlıqları, mebel, ev tekstili və digər daşınmaz əmlak interyerində istifadə ediləcək aksesuarlar yer alacaq. Yeni bir modeldir. Bu modeldə üstünlüklər çoxdur və bu yaratdığımız biznes modellə biz nəinki Azərbaycanda, hətta xarici ölkələrdə də böyük şəbəkələrlə biz orada rəqib olub. Azərbaycandan sonra Körfəz bölgəsindəki ölkələr, Ərəb Əmirlikləri, Səudi Ərəbistan, Katar, bu kimi ölkələrdə inşallah İHOM-un mərkəzlərini açacağıq. Bugün çox gözəl təqdimat keçirildi. İHOM Ticarət Mərkəzinin təqdimatını keçirdik. Mebel istehsalçıları ilə birlikdə və Azmob Assosiasiyasının rəhbəri Tural bəy ilə birlikdə bu görüşü biz keçirdik. İstehsalçıların sualları cavablandırıldı və gələcək fəaliyyətimizdə Azmob təşkilatı ilə birlikdə müəyyən məsələləri danışdıq və həlli yollarını tapmağa çalışacağıq. İnşallah bundan sonra daha tez-tez görüşlərimiz keçiriləcəkdir. Kopska olaraq biz hər zaman dəstək verməyə hazırıq və bu sahibkarlarda olan bəzi problemləri müzakirə etməyə və onların həlli yollarını tapmağa birlikdə çalışmaq üçün hər zaman sizi gözləyirik.
Bugün Azmob olaraq biz İHOM layihəsinin təqdimatında Kobiyada Kopska ilə birlikdə bir təqdimat keçirdik. Əsas məqsəd mebel sənayesinin inkişafına dəstək olaraq yeni bir layihənin təqdimatı idi. Burada kiçik və orta sahibkarların inkişafı ilə bağlı layihədə görüləcək işlər, hədəflər və missiyalardan danışıldı. Yeni böyük bir layihənin təqdimatı sahibkarların diqqətinə çatdırıldı və bu layihədə əsas məqsəd Azərbaycanda bu sektorda vahid satış mərkəzinin formalaşdırılmağı və burada sahibkarlığın inkişafı, biznesin inkişafı istiqamətində müəyyən dəstəklərin göstərilməsi. Tural müəllim, çox sağ olun. Sizə təşəkkür edirəm. Azmob olaraq o şirkətləri birləşdirib bugün gözəl bir tədbir keçirdiyinizə görə sizə təşəkkür edirəm. Çox xoşumuza gəldi. Çox gözəl istehsalçılarla tanış olduq. Bizim Azərbaycan istehsalçılarla, yaxşı şirkətlərlə. Onların məhsulları həm keyfiyyətli, həm qiymətləri də yaxşıdır. Ümid edirəm ki, bizim Azərbaycanda İHOM layihəsinin tərkibində belə deyək də onlar iştirak eləyəcəklər və orada böyük nailiyyətlər əldə eləyəcəklər.